Özümüzün adımız var, Azerbaycan. Özümüzün dilimiz var, Azerbaycan dili. Ve çok da güzel dilimiz var. Çok zengin dilimiz var. Çok böyle lezzetli dilimiz var. Benim için Azerbaycan dili her şeyden aziz. Milletin milliliğini saklayan onun dilidir. Mən Azərbaycan dilində insanlarla ünsiyyət qurduğum və danışdığım üçün fəxr edirəm və qürur duyuram. Və bu dili həmişə öyrənmişəm, bundan sonra da mükəmməl öyrənməyə çalışacağım. Çünki bunu da hamıya tövsiyə edirəm. Hər bir kəs öz dilini bilməlidir. Mən Azərbaycan dilində gözəl bir danışan insan görəndə sanki bir musiqiyə qulaq asıram və bundan zövq alıram. Ona görə də hər birimiz çalışmalı ki, Azərbaycan dili dünya dilləri arasında tanınsın və özünü məxsus yer tutsun. Bunun üçün hər birimiz səylə çalışmalıyıq. Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. Bütün millətlərin ana dili həmin millət üçün əzizdir. Biz də o millətlərə özünə saygı duyduğumuz üçün ana dilinə də saygı duymalıyıq. Biz öz ana dilimizdən danışaq. Bizim ana dilimiz həm də dövlət dilidir. Ona görə də daha çox əhəmiyyət verməliyik. Bu gün də bizə çox vacibdir ana dilini dövlət dili səviyyəsində təcəssüm elətdirmək. Çünki Azərbaycanda Azərbaycan dili dövlət dilidir. Azərbaycan vətəndaşları da Azərbaycan dilini dövlət kimi bilməli və onu tətbiq eləməlidirlər. Bizlərin də üzərinə düşən, dövlətin də üzərinə düşən odur ki, ana dilini, Azərbaycan dilini Azərbaycan vətəndaşlarının hamısının bilməsini təmin etmək lazımdır. Bəzən ana dilindən çox başqa dillərə əhəmiyyət verirlər. Ana dili vacibdir, digərləri isə lüksə girir. Yəni, ingilis dili bilmək yaxşıdır, avantajdır, lüksdür. Amma ana dili bilmək vacibdir. Mənim istəyim belədir ki, bütün dövlət qurumlarında bütün məmurlar Azərbaycan dilini dəqiq, səlis, gözəl bilməlidirlər. Azərbaycan dilini bilmək lazımdır və Azərbaycan dilini təcəssüm elətdirmək lazımdır. Ona görə də ana dili bizlər üçün çox əzizdir. İsmail Kaspralı deyirdi, dildə, fikirdə, işdə birlik. Türk mənşəli bir xalqıq, Türk dillərinə mənsup olan, o qrupa mənsup olan bizim dilimiz dildir. Ancaq o 23 dil kimi bizim de özümüzün dilimiz. Büyük şair Bahtiyar Vahapzade'nin şu mısraları ile son vermek istiyorum. Bir ananın iki oğlu, bir emelin iki kolu. O da ulu, bu da ulu. Azerbaycan, Türkiye. Dinimiz bir, dilimiz bir, ayımız bir, yılımız bir. Aşkımız bir, yolumuz bir. Azerbaycan, Türkiye. Hepinizi saygıyla, muhabbetle selamlıyorum. Kalın sağlıcakla. Dil mədəniyyətin bünövrəsidir. Çünki dil vasitəsilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir. Bir sözlə, insanın onsuz həyatı mümkün. Bu dillə öyrəndik ana sözünü. Vətənin hər qarış yerin sevməyi. Bu dillə tanıdı millət özünü. Başladı həyatı dərin sevməyi. Dilin mükəmməlliyi az sözlə dərin məna ifadə etməsində gizlənir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil insanı dəyərləndirmək üçün vasitədir. Övlad ki yaddaşdı, dərd böyük olur. Çəkdiyi əziyyət ömürlük olur. Vicdan da, qeyrət də artıq yük olur. Öz ana dilini bilməyin. Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalıyıq. Hər bir xalqın öz dili vardır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək, dünya mədəniyyəti səviyyəsinə qaldırmaq hər bir Azərbaycan ziyalısının, elm və bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkündür. Müdür kəsatlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm. Ana dilimizi, vicdanımızı, vətənimizi. Dil xalqın ruhunun təzahürüdür. Dil onun ruhu, ruh isə onun dilidir. Dil fikrin divasıdır. Biz də dilimizin gözəl işlərini
əlvan boyalarla kağızlar üzərinə həkk edən və onları layiqincə sərgiləyən rəssamlarım. Ana dili insanın düşüncələrini, duyğularını və kimliyini əks etdirən ən dəyərli xəzinədir. Ən yaxşı şəkildə ana dilində düşünür və fikirlərini ifadə edir. Ana dili yaradıcı və anativ düşüncə qabiliyyətini inkişaf edir. Ana dilində təhsil aldıqdan sonra məlumatları daha da yaxşı başa düşür və qəbul edir. Bizim özümüzün dilimizdir. Bu dildə bizim dilimizdir. Və mən bunu demişəm, yenə də deyirəm. Başqa dillər ola bilər. Türk dilindən, Türk dili qrupuna mənsub olan dillər ola bilər. Bizə həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngin. İşğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax burada Cıdır düzündə Xarı Bülbül festivalı keçirildi. Muham səsləndi. Vaqif poeziya günləri avqust ayında keçirildi. Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Da artıq bu torpaqlarda, bu səmada, bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra Azərbaycan dili hakim olacaq bu diyara. Necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cüdür düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə eləmişik. Könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən oddu diləksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Aman aman